Bugünkü xəstəmiz uzun illərdir tənginəfəslik şikayəti ilə yaşayırdı və bizim klinikamıza çox ağır vəziyyətdə gəlmişdi. Bundan əvvəl heç bir həkimə müraciət eləməmişdi. Şikayətlər olanda vaxtında həkimə müraciət eləmək lazımdır. Neçə illərdir xəstə əziyyətlə yaşayır və çox kritik vəziyyətdə xəstəxanamıza gəlmişdi. Belə vəziyyətdə xəstələrin bir çoxu heç əməliyyata qədər gəlib çatmaya bilərlər. Vaxtında həkimə getmək lazımdır və müalicə təyin olunanda dərman və ya cərrahi onda vaxtında və düzgün icra eləmək lazımdır. Və müəyyən oldu ki, qapağında həm darlıq, həm də çatışmamazlıq var. Mitral qapağın protezləşməsi əməliyyatı icra elədik. Aritmi olan xəstələrdə tromboemboliya, yəni ki, beynin tromblaşması riski yüksəkdir. Ona görə sol qulaqçığın çıxıntısını bağladıq və sol qulaqçığı da kiçiltdik.